Salam hər kəsə. Azərbaycanın fiziki coğrafi rayonlarına baxırıq. Deməli, ümumiyyətlə fiziki coğrafiya, fiziki coğrafi rayonlaşdırma relyef və landşaft xüsusiyyətlərinə görə aparılır. Yəni relyefi, iqlimi, torpağı, bitkisi, çayı, yəni biz bu xüsusiyyətlərdən, fiziki xüsusiyyətlərindən danışacağıq ərazilərin. Bu da bölünür ölkə, vilayət, yarım vilayət və rayona. İndi ölkəyə baxaq əvvəlcə. Azərbaycan ərazisi iki fiziki coğrafi ölkənin ərazisindədir. Qafqaz və Ön Asiya ölkələrinə daxildir. Və bu Böyük Qafqazdır, Kürçəyəcliyidir, Kiçik Qafqaz vilayəti və Talış vilayəti aiddir. Deməli, Qafqaz ölkəsinə, Naxçıvan, yəni Orta Araz vilayəti isə aiddir Ön Asiya ölkəsinə. Və deməli, vilayətlər bu Orta Arazla Talışdan başqa, yəni Lənkərandan başqa digər ərazilər, yəni fiziki coğrafi vilayətlər, digər vilayətlər yarım vilayətlərə bölünür. Yəni bir dənə Naxçıvanla Lənkəran yarım vilayətə bölünmür, digərləri bölünür və ümumilikdə 19 fiziki coğrafi rayonumuz var. İndi baxaq Böyük Qafqaz vilayətinə. Elə burada olanları qeyd edəcəm mən də. Böyük Qafqaz vilayəti görürəm ki, bu iki tektonik zona aiddir bura. Həm Ön Qafqaz çökməsi aiddir, həm də Böyük Qafqaz qalxması aiddir. Və deməli 5 fiziki coğrafi rayon var burada. Hansılardır? Samurdəvəsi fiziki coğrafi rayonu, Qonaqkənd, Zaqatala-Lahıc, Dağlıq Şirvan və Abşeron Qobustan fiziki coğrafi rayonları var. Və buradan Samurdəvəsi ilə başlayaq. Samurdəvəsi fiziki coğrafi rayonu görürük ki, relyefi düzənlikdir təbii ki. Ön Qafqaz çökməsinə aiddir. Neftlə zəngindir, çünki siyəzəndə neft var. Neft, bu qara olmalıdır. Neft ehtiyatı var. Şimal hissəsində burada Şollar düzənliyində meşə var. Düzən meşə var, torpağı da çəmən meşədir. Qurunç suları, şirin qurunç suları sətə yaxın olduğuna görə düzən meşələr yaranmışdı. Bu Şollar düzünə deyirik, düzən meşələr var. Elə Nabran Yalama meşələri bura aiddir. Ondan sonra deyirik ki, iqlimi nədir? Yarım səhra, quru çöl. Üzrlü sayın. Laqun mənşəli Ağzıbirçala gölü var. Demişdik Şabranda Ağzıbirçala gölü var. Bu laqundur. Yəni Xəzərin vaxtilə Xəzərlə bitişik olub, sonra Xəzərdən deməli ayrılıb və olub deməli laqun. Yəni Xəzərin qalığı olan göldür, Ağzıbirçala gölü. Vaxtilə onun bir hissəsi olub, sonra ondan ayrılıb. Dünyada da Maracaibo gölü var idi, Venezuelada. Cənubi Amerikanın ən böyük gölü Maracaibodur. O da laqun mənşəli idi. Yəni o da əvvəl Karib dənizinin tərkibində olub, sonradan ondan quru ilə ayrılıb olub laqun mənşəli göl. Daha sonra bu dedik ki, Ön Qafqaz çökmə zonasıdır bura. Böyük Qafqazın şimal-şərqi Yamaç çaylarının mənsəbi buradadır. Yəni Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ çay və bunlar demişdik qarpızlaqla qidalanırdı və bunlar demişdik kanyon yaradan çaylar idi. Və şimalda Rusiya ilə sərhəddə Xaçmaz rayonu, Qusar rayonunun əsas Xaçmaz düşür ora. Sonra Samur Yalama Milli Parkı var və burada düzən meşələri mühafizə olunur. Xaçmazda səthi 4-cü dövrün cavan çökmə süxurları ilə örtülüb. Bəli, çünki demişdik Azərbaycanın bütün düzənlikləri 4-cü dövr çökmə süxurları ilə örtülüdür. Keçdik Qonaqkəndə. Qonaqkənd fiziki coğrafi rayonu, baxın, artıq dağlıq yerdir. Dağlıq fiziki coğrafi rayonudur. Rusiya ilə sərhəddir. Sonra burada Sudur silsiləsi var, o sərhəddə yerləşir. Amma yan silsilə sərhədə düşmürdü. Daha sonra baxırıq deməli deyir ki, Qonaqkənd Böyük Qafqaz vilayətindəki bütün fiziki coğrafi rayonlarla, yəni Samurdəvəsi ilə, Zaqatala-Lahıcla, Dağlıq Şirvan və Abşeron Qobustanın hamısı ilə sərhədi var. Həm də xarici ölkəyə çıxır. Daha sonra deyirik ki, çox hissəsi dağ meşələri ilə örtülüdür. Deməli, aşağıda dağ meşə, deməli, qəhvəyi meşə torpaqları, yuxarıda qonur meşə torpaqları vardır. Ondan sonra mülayim istidən tutmuş dağ tundraya qədər bir çox iqlim tipləri yayılıb. Burada yağıntıları bərabər paylanan mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlim tipləri var. Daha sonra elə burada da qeyd olunub. Yan silsilədə qışı quraq keçən soyuq iqlim 2700 metrdən yüksəkdə isə dağ tundradır və burada deməli Quba rayonunda Xaltan, Xaşı, Cimi. Deməli Qubada Xaltan, Xaşı və Cimi mineral bulaqları mövcuddur. Böyük Qafqaz tektonik qalxma zonasıdır bura əsas və deməli
Nə qaldı burada? Hə, dağlıq olduğuna görə demişdik, Böyük Qafqaz və Kiçik Qafqazda orta və yüksək dağlıqda Yura və Təbaşirin süxurları var idi. Deməli, burada da Yura və Təbaşir var. Yüksək dağlıqda Yura, orta dağlıqda deməli Təbaşirdir. Yanar şist ehtiyatına deyir rast gəlinir. Bəli, deməli, burada yanar şist Qubadadır. Sonra Şahdağ Milli Parkı bu fiziki coğrafiyanın böyük hissəsini əhatə edir. Bəli, Şahdağ Azərbaycanın ən böyük milli parkı idi. O da əsas bura düşür. Sonra bir də bilirsin nə demək olar burada? Altıağac Milli Parkı, Xızı Siyəzən ərazisi. O da bura düşür. Sonra aha. Bu da qutardım. Keçik Zaqatala Lahaca. Zaqatala Lahac fiziki coğrafi rayonu. Baxın, deməli bu Rusiya ilə sərhəddə yerləşir və Balaçan, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarının dağlıq hissələri Zaqatala Lahac fiziki coğrafi rayonundadır və deməli dağlıq relyef olduğuna görə bu nəqliyyatı çətinləşdirir təbii ki. İqlimi yağıntıları bərabər payına mülayim isti iqlimdir. Onun üzərində bütün fəsillərdə bol yağıntılı soyuq. Bilirik ki, bu yalnız onsuz da Böyük Qafqazdadır. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağ tundra iqlim tipləri vardır. Daha sonra deməli nə qaldı burada? Hə, orta dağlıqda meşə landşaftı yayılıb. Biraz yəni qəhvəyi meşə və qonur dağ meşə torpaqları var. Yüksək dağlıqda isə dağ çəməndə, onda torpağı çimli, torflu ibtidaidir. Həmçinin bura Zaqatala Lahac, yəni dağlıq ərazi olduğuna görə yay otları kimi istifadə olunur. Və buradan başlayan çaylar güclü daşlı palçıqlı sellər yaradır. Məsələn, Kürmük çaydır, Şin çaydır, Çiş çaydır. Bilirdik ki, Çiş çay tökülürdü Əyri çaya, Əyri çayda tökülürdü Qanıxa. Ümumiyyətlə buranın çayları Balaçan, Zaqatala Mazım çay məsələn sərhəddən axırdı. Katex çay, Kürmük çay, Muxaq çay. Ondan sonra burada Çiş çay, Şin çay, bir də Daşağıl çay tökülürdü. Qanıxa o da tökülürdü. Deməli Mingəçevir su anbarına. Daha sonra dedik ki, Zaqatala Balaçanın ərazisində Zaqatala qoruğu var idi. Qaxda isə İlisu qoruğu var idi. Həmçinin Qaxda İlisu mineral suyunun da adını çəkirdik. Deməli, buranın elə landşaftı və dağ landşaftı nadir fauna florası qorunur. Ondan sonra Yura və Təbaşir deyək. Yüksək dağlıqda Yura, ondan aşağıda Təbaşir. Azərbaycanda Lənkərandan sonra ən çox yağıntı düşən yer buradır. Ondan sonra Böyük Qafqaz vilayətində yeganə polimetal filiz yatağı ən çox qəbula düşən bu olur elə. Zaqatala Lahacı verir. Deyir ki, filiz faydalı qazıntı polimetal yatağı var və yaxud da filiz faydalı qazıntı yataqları var. Düzdür. Deməli, polimetal da elə belə bir şeydir. Üç tərəfi belə qaralı. Və polimetal demişdik ki, Zaqatalada var. Katex çay, Mazım çay, Kastaq olan filiz çay, Katex çay bu. Və deməli, İlisu Oğuzda Xalxal, Qaxda İlisu kimi mineral bulaqları var. Dağlıq Şirvan keçdik. Dağlıq Şirvan fiziki coğrafi rayonu isə bu da Böyük Qafqazın cənub-şərqindədir görürük və deməli 8-9 ballıq zəlzələ zonasıdır. Burada Şamaxıda yay quraq keçən mülayim isti iqlim deməli tipi var. Faydalı qazıntılardan yanar şistdir. Çünki İsmayılda demişdik yanar şist var. Heç bir xarici ölkəyə və dənizə çıxışı yoxdur. Suxurlar alçaq dağlıqda paleogendir. Orta və yüksək dağlıqda isə təbaşirdir. Zaten Böyük Qafqazın demişdik yüksək dağlığı Yura, orta və alçaq dağlıq təbaşirdir. Burada da elə həmin hissəyə düşür bir hissəsi. Onca burada təbaşir var və alçaq dağlıqda isə paleogen dövrünün suxurları yayılıb. Sonra deyir ki, Pirqulu dövlət qoruğunda Qaraçöhrə. Demişdik ki, Şamaxıda Pirqulu deməli qoruğunda Qaraçöhrə qorunurdu. Sonra Sumqayıt çay, Pirsaat çay, deməli Pirsaat belə gedir, Sumqayıt bir yana gedir. Ağsu çay, Girdiman çay, bunların mənbələri burada yerləşir. Çuxuryurt mineral bulağı da buradadır. Şamaxıda Çuxuryurt mineral bulağı var idi. Sonra gəlirik Abşeron Qobustana. Abşeron Qobustan Xəzərin sahillərindədir. Təbii ki, və burada arid denudasyon relyef formaları var. Qobustan açıq dağlığı, Yarğan, Qobu, Bedland falan var və abrazyon relyef var. Çünki dalğalar var axı. Dalğa nədir? Abrazyon relyef formaları yaradır da.
dəniz terasları falan yaranır, sahil formalaşır. Çaylar yay aylarında quruyur və az suludur. Bu Pirsaat, Doğal Dağlı Şivandan başlayan çaylar var. Pirsaatdır, Sumqayıt çaydır. O gəlir çıxır Abşeron Qobustana da. Ona görə də demişdik, buranın çayları yayda quruyan çaylardır. Qışda bol sulu olur, çünki yağışla qidalanırlar və buranın çayları yayda Xəzərə gəlib çatmırlar. Palçıqlı selləri yaradan çaylardır. Üzrlü sanırım bir saatdir Sumqayıtda ceyran keçməzdi. Nəyə görə palçıqlı sel yaradır? Çünki cilli suxurlar var və ağac olmadığına görə yağış yağanda yuyur aparır onu. Neogen var, paleogen var, 4-cü dövr suxurları var, çökmə suxurlar. Abşeron qoruğunda Xəzər su itisi qorunur. Neft ehtiyatından zəngindir. Torpaqlar çirklənib, ona görə də rekultivasiya, torpaqları bərpa eləməyə ehtiyac var. Abşeron Qobustanda həm də texnogen landşaftlar çoxdur. Bir yerdən onsuz da faydalı qazıntı çıxarsansa, orada texnogen landşaft çoxdur. Sonra burada Masazır, Böyük Şöbünə qədər kimi şor göllər var, yod brom əldə olunur. Fiziki coğrafiya neft qazına zəngin dedik, tikinti materialları, kvars qumu düz ehtiyatda var. Palçı vulkanlarının çox hissəsi buradadır. Bakının Qaradağ rayonunda Qobustan Dövlət Qoruğu yerləşir.